Prezidentin sabiq köməkçisi Ələsənovun xanımı Kasmi Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyevanın Türkiyə dövlət tərəfindən terrorçuluqda ittiham olunan Fəthullah Gülen şəbəkəsinin Azərbaycandakı əsas adamları ilə görüntüləri ortaya çıxıb. Həmin fotolarla Sona Vəliyevanın Fəthullah Gülenə bağlı olan Çağ Öyrətim Təhsil Müəssisələri şəbəkəsinin rəhbəri Enver Özərən Dialoq Avrasiya platformasının Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Salçı, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və digər Gülen cəmaatının üzvləri ilə səmimi görüntüləri yer alıb. Hətta Ələsənovun həyat yoldaşı Gülen cəmaatının əsas adamından fəxri diplom da alır. Qeyd edək ki, Ələsənov vəzifədə olduğu dövrdə nəzarət etdiyi kütləvi informasiya vasitələrində özünü hər zaman Gülen şəbəkəsinin qatı düşməni kimi təqdim etməyə çalışır. Azərbaycanda tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb. Əməkdar idman ustası, kickboksing üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu, Prins Baku təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Suraxanı rayonu 1-ci polis bölməsi əməkdaşı olan Kamil Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda adi markalı maşını idarə edən qadının icazə sənədi olub olmamasını yoxlamaq üçün saxlamaq istəyərkən sürücü qadın avtomobili ilə Kamil Şərifovun üstünə sürüb. Qaçmağa çalışarkən avtomobil Kamilin sol ayağının üstündən keçib. Xəstəxanada müayinə zamanı məlum olub ki, onun ayağında vətəllər qopub. Hazırda prokurorluqda cinayət işi başlanıb. Araşdırma aparılır. Xatırladaq ki, Kamil Şərifov 2015-ci ildə Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsində növbət zamanı 5 nəfərlik cinayətkar qrupu zərərsizləşdirərkən 3 bıçaq yarası almışdı. Gədəbəy rayon polis şöbəsinin əməkdaşında koronavirus aşkar olunub. Rayon ərazisində xidmət aparan polis əməkdaşının səhhətində problem yarandığı üçün həkimə müraciət edib. Ondan götürülən testin nəticəsi pozitiv olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov məlumatı təsdiq edib. Karantin rejiminə polislər nəzarət etdiyi üçün Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən rayon polis şöbələrinin əməkdaşları mütəmadi olaraq testlərdən keçirilir. Bununla da yoluxma halları müəyyən edilir. Bu yaxınlarda Gədəbəy rayon polis şöbəsinin əməkdaşları testdən keçirilərkən bir nəfərdə şübhələr yaranıb. Həmin polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Xəstəxanaya yerləşdirilən həmin polisin vəziyyəti hazırda yaxşıdır. Dərhal onun iş yoldaşları, ailə üzvləri və təmasda olduğu insanlardan nümunələr götürülüb və onlarda bu virus aşkar olunmayıb. Sosial şəbəkələrdə Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülür. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Facebookda yazıb. O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb. Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə sözgedən küçədə restoranlardan birini masanın yolun hərəkət hissəsinə qoyması ilə bağlı foto paylaşılmışdı. Sumqayıt şəhərində it döyüşləri təşkil edənlərin kimliyi bəlli olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqaz İnfo açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan video görüntülərdəki şəxslərin kimliyi müəyyən edilib. Araşdırmalar davam etdirilir. Həmin adamların izahatları alınıb. Hazırda onların əməlinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırma davam etdirilir. Yekun qərar olduqda ictimaiyyətə ətraflı məlumat veriləcək. Xatırladaq ki, yayılan məlumatlarda Sumqayıt şəhərində mətləb adlı şəxsin Pitbull fermasında it döyüşlərini təşkil etdiyi bildirilirdi. İddiaya görə itlərə narkotik vurub ölənə qədər döyüşdürürdülər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub döyüşçü itlərin önünə atırlar. Küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirir. Salyanda kanalda naməlum qadın meyti tapılıb. Salyan rayonunun Yenikənd kənd ərazisində kanalda naməlum qadın meyti aşkar olunub. Qadının meyti müayinə olunmaq üçün Salyan rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya mərkəzinə aparılıb. İlkin araşdırmalar zamanı onun qətlə yetirildiyi məlum olub. Meytin kimliyi və hansı şəraitdə qətlə yetirilməsi müəyyən edilir. Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.
Ötən gün Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində həlak olan hərbiçilərdən biri şəhid övladı imiş. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilib ki, 4 hərbi qulluqçunun və 1 mülki şəxsin həlak olduğu qəzada həyatını itirənlərdən biri də Lerik rayonu Siyov kəndində anadan olan aprel döyüşlərində iştirak etmiş ordumuzun giziri Ceyhun Qafarov olub. Ceyhun Qafarovun atası Mayor Mehman Qafarov 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Lerik rayonu Siyov kənd orta məktəbi Mehman Qafarovun adını daşıyır. Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü 2 nəfər vəfat edib. Hazırki dövrədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 2897 nəfər müalicə olunaraq sağalıb. 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyən edilməsi ilə əlaqədar 280.663 test aparılıb. Ermənistan mediası Ermənistan-Azərbaycan sərhəddinin Naxçıvan istiqamətində gərginlik olduğunu iddia edib. Bu barədə Ermənistanın Qraparak qəzeti məlumat verib. Bir gün əvvəl Azərbaycan tərəfdən atılan atəş nəticəsində Ermənistan hərbi hissələrindən birinin batalyon komandirinin Nissan Patriot markalı avtomobili yanıb. Atəş Naxçıvan tərəfdən sərhəddin 2018-ci ildən sonra düşmənin mövqelərini irəli çəkdiyi hissədən açılıb. Bundan əvvəl aprelin 10-da da daha oxşar hadisə qeydə alınıb. Onda atəş nəticəsində hərbi hissə komandirinin Mavinin Uaz markalı avtomobili yanıb. Sonuncu hadisə Voyaz-Dzor bölgəsinin Areni kəndi yaxınlığında qeydə alınıb. Əslində mövqelərimizin hərəkəti düşmən üçün açıq şəkildə görünən və əlçatan olub. Müdafiə Nazirliyinin mətbuat xidməti hadisə ilə bağlı rəsmi açıqlama verməyib, lakin hadisə barədə məlumat təsdiqlənib. Bizə bildiriblər ki, düşmən böyük kalibrli pulemyotlardan atəş açıb. Sürücülər uzaqlaşmağı bacarsalar da avtomobillər tamamilə yanıb və artıq istifadəyə yararsız hala düşüb. Qeyd edək ki, 2018-ci ilin may ayında Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Şərir rayonunun Günnüt kəndi və onun ətrafındakı Xunut, Qızılqaya və Mehridar strateji yüksəklikləri bölmələrimizin nəzarət altına keçib. Avropa İnsan Hüquqları Məhkəməsinin Makuçyan və Minasyan Azərbaycan və Macaristana qarşı işinə dair qərarı gözlənən idi. Bunu Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyəti nümayəndəsi Çingiz Əsgərov deyib. Onun sözlərinə görə, qərarda obyektiv olaraq müəyyən edilib ki, Azərbaycan Respublikası bu məsələ ilə bağlı heç bir beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Avropa Məhkəməsi də bu qərara gəlib və mən onunla razıyam. Çünki əvvəllər Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən həyat hüququ və ayrı seçkiliyin qadağan edilməsini nəzərdə tutan Avropa Konvensiyasının 2 və 14-cü maddələri üzrə həlledici qərarlar qəbul edib. Amma mən erməni tərəfinin qərarı necə şərh etməsi ilə razı deyiləm. Bu yaşamaq hüququnun maddi aspektinin pozulması məsələsinə aiddir. Çingiz Əsgərov qeyd edib ki, prosessual olaraq Ramil Səfərovun Azərbaycana qayıtmasından sonra baş vermiş hadisələrə gəlincə, bununla bağlı Avropa Məhkəməsinin prezident hüququ mövcuddur. Bununla bağlı artıq qərar qəbul edib. Biz belə bir qərarın veriləcəyini gözləyirdik. Həmçinin qeyd edim ki, Avropa Məhkəməsinin qərarında ərzəkilərlə bağlı hər hansı kompensasiya məbləği müəyyən edilməyib. Yalnız məhkəmə xərcləri müəyyən olunub. Maddi və mənəvi ziyanla bağlı məbləğ müəyyən edilməyib və bunu nəzərə almaq lazımdır.